İlham Əliyevin Almaniyaya səfəri zamanı onun mühafizə xidməti və xidmət rəhbəri general Fərid Əsgərov, Alman polisi və jurnalist Emin Hüseynov qarşısında aciz vəziyyətdə qalıblar. Belə ki, tədbirdə İlham Əliyevin mühafizəçiləri Emin Hüseynova yaxınlaşıb bildiriblər ki, xahiş edirik, elə et, çəkilişdə bizim üzümüz düşməsin. Emin Hüseynov da cavabında, narahat olmayın, çalışacağım üzünüz düşməsin. Mən çəkmirəm, siz narahat olmayın. Daha sonra tədbirdən çıxan İlham Əliyev təxminən 20 dəqiqə ayaqüstə qalaraq öz avtomobilini gözləməli olub. O, avtobus dayanacağında avtobus gözləyən insanlar kimi ayaqüstə dayanmalı olub. Buna səbəb Alman polisi Əliyevin mühafizə kortejindəki avtomobilləri saxlayıb və sənəd yoxlaması aparılıb. Bu hadisə tədbirdə yalnız Əliyevin başına gətirilib. Çünki digər dövlət rəhbərləri tədbirə 2-3 maşınla gəlsə də, özünü yekəxana göstərmək istəyən Əliyev 11 maşınla gəlib. Alman polisi 20 dəqiqədən sonra yalnız 3 avtomobilin hərəkətinə icazə verib, digər avtomobillər isə cərimə meydançasına aparıb. Nəticədə mühafizəçilərin bir hissəsi avtomobilsiz qalıb. İlham Əliyevə başa salıblar ki, bura Almaniyadır, Azərbaycan deyil. Qanun hamı üçündür. Bundan başqa xarici jurnalistlər bildiriblər ki, Əliyevin mühafizəsi çox gülünc görünürdü. Onlar İlham Əliyevi mühafizə etməkdənsə, bir jurnalistin sual verməsinin qarşısını almaqla məşğul idilər. Jurnalistlər bildirir ki, çox gülməli mənzərə idi. Mühafizəçilər uşaq kimi dala-qabağa qaçırdılar. Biz əvvəl düşündük ki, nəsə hadisə olub, daha sonra bildik ki, mühafizəçilər Azərbaycanın prezidentini jurnalistdən qaçırdırdılar. Nəticə etibarilə İlham Əliyevin Avropa səfəri xoşa gəlməz, mübahisəli və gülünc görüntülərlə yadda qalıb.